15 yaşlı oğlan 45 yaşlı həmyerlisini qətlə yetirib. Hadisə ötən gün axşam saatlarında Sabunçu rayonu Maşdağa qəsəbəsi Daş Karxanası adlanan ərazidə baş verib. Arxamda gördüyünüz bu yaşayış evində belə ki 15 yaşlı oğlan anasının qeyri-rəsmi şəkildə yaşadığı 45 yaşlı Emil Əliyevi 4 bıçaq zərbəsi ilə qətlə yetirib. Qonşuların sözlərinə görə Emil Əliyev spirtli içki alüdəçisi olub. Bu səbəbdən ailə ilə onun arasında dəfələrlə mübahisələr olub. Şey çok içirdi, uzanırdı burada. Biz işte yanında göre uzanırdı. O uşaq fağır uşaqdı. Allah sakit uşaqdı. Biz onu deyirik, o uşaq salam verirdi, gedirdi. Ana bala kalırdı burada yoksa Ana bala. kişi burada kalmadı. Kişi ne bileyim gece gelmir, bilmiyorum. Yok atalığı. Qeyd edək ki, 15 yaşlı oğlan Emil Əliyevin qol və kürək nahiyəsinə bıçaqla vuraraq onu öldürüb. Yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şəbnəm Qurbansoy, Cəfər Qasımov, Minaya Zamanova, Xəzər xəbər.